Efirdə xəbər saatıdır. Bölgələrdə, xüsusilə də iri şəhərlərdə qadın sürücülərin sayı artır. Onların kişi sürücülərə nisbətən daha az qəza törətmələri də diqqətdən yayınmır. Elə Mingəçevir şəhərində olduğu kimi. Mingəçevir şəhərində qeydiyyatda olan sürücülərin 0,1%-ni qadınlar təşkil edir. Onlardan biri də Mehriban Ramazanova'dır. O 8 ildir ki, sükan arxasındadır. Ən birinci maşına oturmuşam, yəni mexanikada öyrənməyinə. Sonra da oturanda biraz həyəcanlanmışam. Sonra təzədən baxmışam ki, yəni heç nə problem deyil də, yəni sürmək üçün heç nə problem deyil. O gündən bu günə də sərbəst sürürəm maşınları. Mehriban Ramazanova yol hərəkəti qaydalarına daim riayət etdiyini deyir. Elə bu səbəbdəndir ki, bu vaxta kimi qəza törətməyib. Buna baxmayaraq kişi sürücülər əksər hallarda sükan arxasında əyləşən qadınların yol hərəkəti qaydalarına riayət etmədiklərini bildirirlər. Görürsə ki, getdiyi yerdə yəni dönməlidir sola, sağla gedir, sonra pavrotki yandırır, sola dönür. Yəni mövqe seçmək lazımdır ki, hansı mövqe ilə getsin, hara dönmək, sağa dönmək lazımdır, sağı götürsün, sola dönmək lazımdır, solu. Mingəçevir şəhər Dövlət Yol Polisi bölməsinin inspektoru Tahir Qarayev isə deyir ki, qadın sürücülər yol hərəkəti qaydalarına kişilərə nisbətən daha dəqiq əməl edirlər. Onun sözlərinə görə, ötən il şəhərdə baş verən yol nəqliyyat hadisələrinin ikisini qadın sürücü törədib. Bu ilin 5 ay ərzində isə qadınların iştirakı ilə heç bir yol nəqliyyat hadisəsi qeydə alınmayıb. Elnar İbrahimova, Ramin Ələsgərov, Mingəçevir.